Azərbaycanın qeyri-neft qaz məhsullarının ixracı zamanı daşıma xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Meyvə-tərəvəz emalı və konserv məhsulları istehsalı ilə məşğul olan sahibkar Afət Əhmədova deyir ki, yeni mexanizm ixrac xərclərini azaltmaqla yanaşı, Azərbaycan məhsullarının xarici bazarlarda daha fəal tanıdılmasına da imkan verəcək. Azərbaycandan uzaqda yerləşən ölkələrə artıq logistika haqqı burada özünü göstərməyə çalışır. Məsələn, belə bir misal çəkə bilərəm ki, bir deməli konteyner, 40 futluq konteyner maksimum 20-22 ton məhsul götürür və onun içində 1 litrlik deməli qablarda 12.000 ədəd butulka biz onu ixrac edə bilirik. Bunun invoice dəyəri ən çoxu $15.000 olarsa və bunun üzərinə $5-6.000 logistika haqqı gələrsə, bu artıq dünya bazarlarında bizim rəqabət qabiliyyətliyimizə ciddi sürətdə mənfi təsir göstərir və bu cür mexanizmin olması əlavə imkanlar, imtiyazlar yaradır ki, biz ondan istifadə edib müxtəlif bazarlarda Azərbaycan məhsullarını promo eləyə bilərik. Dövlət daşıma xərclərinin 50-70%-ni qarşılayacaq. Bu zaman məhsulun hansı nəqliyyat vasitəsilə daşınması və malın dəyəri də nəzərə alınacaq. Dəniz yolu ilə daşıma zamanı dəstək məbləği ümumi məhsulların dəyərinin 5%-ni keçməməlidir. Digər nəqliyyat vasitələri ilə daşıma zamanı isə məhsulun dəyərinin 15%-dən artıq olmayaraq dəstək göstəriləcək. Eyni zamanda Naxçıvandan da Azərbaycanın digər ərazilərinə məhsulların daşınması zamanı 70%-dək daşıma xərcləri sahibkarlara geri qaytarılacaq. İkinci fərmanla isə gömrük rəsmiləşmə xərclərinə görə ödənilmiş vəsaitlərə görə geri qaytarılma nəzərdə tutulur. İqtisadçılar deyir ki, yeni mexanizm təkcə sahibkarların xərclərini azaltmayacaq, həm də qeyri-neft qaz məhsullarının ixracını stimullaşdıracaq. Qeyri-neft qaz ixracatının artırılması ilə bağlı bəlli bir hədəf var və praktik olaraq xərclərin kompensasiya edilməsi sahibkarların xərclərinin azalması anlamına gələcək. İxracla məşğul olan sahibkarların ixrac imkanlarının genişləndirilməsinə, ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradacaq və bir mənalı şəkildə gözlənti ondan ibarətdir. Xüsusən də mikro, kiçik və orta sahibkarlar tərəfindən yalnız ənənəvi bazarlara deyil, eyni zamanda yeni bazarlara daha çox qeyri-neft qaz məhsullarının ixracatı reallaşacaq. Dəstək mexanizmi gələn aydan başlayaraq 10 il müddətə həyata keçirilən daşımalara tətbiq olunacaq. Ödənişlər sahibkarların rüblük müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək. Elmira Seyfəddin qızı, Rüfət Əliyev, İTV Xəbər.